Musa Əbu Salih, bax, sənə bir sual verim. Səndə bu statistika hardandır? Sən mənə statistikadan deginən görüm. Məsələn, Sabirabad əhalisi, Cəlilabad əhalisi, Hacıqabul əhalisi nə vaxt sünni olub? Bax, mənə bu statistikadan deginəndə zəhmət olmasa. Bu statistika səndə hardandır? Bu say hesabı səndə hardandır? Şah İsmail, nə bilim, din dəyişdirib. Mənim bir dostum var, özü sünnidir. Deyir ki, nətər oldu? Gürcülər qılınc gücünə din dəyişmədi. Ermənilər qılınc gücünə din dəyişmədi. Nə bilim, Azərbaycan şiələri din dəyişmədi. Bu sünnilər Şah İsmailin qılıncını görən kimi oldular şiə. Yəni, bu sünni etiqadını təhqir eləmək deməkdir. Bizim sünni qardaşlarımızı təhqir eləmək deməkdir ki, bunlar elə hər qılınc görəndə etiqad dəyişiblər. Əhl-i sünnət etiqadı bu qədərmi zəifdir ki, bu qədərmi yəqinsizdir ki, Şah İsmailin qılıncından qorxub etiqad dəyişib. Yəni, bu sünnilərin özünə belə təhqirdir, ehtiyac yoxdur.